Gəlin mən bir balaca o barədə qısaca məlumat verim, həmin sualı da onun içində işlədək. Məsələn, deməli, belə bir sual tipləridir. Demişdimsə də bir də təkrar olmuş olsun. Məsələn, x kvadratı üstəgəl 5x, məsələn, çıxılsın 4, bərabər də 0 verildi. Təbii ki, indi burada biz x-i bəzən tapa bilirik, bəzən tapanda çox çətin ədəd olur. Bizə lazımdır nəyi bilmək? Əgər x kvadratı üstəgəl, məsələn, 16 bölü x kvadratı soruşursa, biz burada neynirdik? Biz burada hər bir həddi nəyə bölürdük? X-a bölürdük. Əgər biz x-a böləndə x alırıqsa, burada 5 alırıqsa, burada 4 bölü x alırıqsa, deməli biz də buradan x çıxılsın 4 bölü x-i sola, 5-i də sağa keçirdik, sonra kvadrata yüksəldik. Kvadrata yüksəldəndə bizim aldığımız x kvadratı üstəgəl 16 bölü x kvadratı çıxılsın 8. Bizim sualımızın özünü vermiş olur. Yəni biz 25-in üstünə 8 gəlib cavabı 33 tapa bilirik. Bu tipli soruları, yəni həmişə çalışın ki, suala görə hərəkət edəsiniz. Sualda x kvadratı sürət yuxarıda, elə ki, məxrəci 1 olan halda, ola bilər ki, məxrəc fərqli də verilsin. Məsələn, necə verilə bilər? Onu da yazın, ikinci bir forma. Tutaq ki, bayaqki suala bir də qayıtdım. X kvadrat üstəgəl 5x çıxılsın 4. Burada indi 1 yazıram bu dəfə. 1 yazdım. Məsələn, bizə də verir x kvadratı böl 16 üstəgəl, yəni ola bilər ki, indi mən düzəliş eləyəcəm sualda, düzəliş eləyəcəm. Məsələn, tutaq ki, 1 böl x kvadratı soruşur. Fikir verin, biri sürətdə görürük, birini məxrəcdə görürük. Ortada təbii ki, üstəgəlmə formasını görürük. İndi biz bunu əgər axtarırıqsa, misalda düzəliş eləyəcəm, biz yenə x-a böldük. X-a böldük, həmin bu qaydanı aldıq və buradan x bərabərdir. X üstəgəl 1 bölü x-imiz -5-ə bərabər oldu. Biz indi kvadrata yüksəldəndə sualımızı axtarırıq ki, bu sualı tapacağıq. Burada 16-da 1-i mörtəzə xaricinə çıxardanda x kvadratı üstəgəl 16 böl x kvadratı alınır. Və biz bu 1-i 4 eləyək, bayaqki vəziyyətə salaq, Və fikir verin, biz sualımızda 16 görsək də, biz 16-nı 16-da 1 kimi ortaq vuruq kimi çölə çıxardıb, cavabı təzədən bizim istədiyimiz formada tapa bilirik. Yəni, əsas bizə mörtəzənin içi lazımdır. Bu, sadəcə olaraq hansı hallardadır? Kvadrat tənlik veriləndə biz onu x-a bölməklə buna nail oluruq. İndi isə kub tənliyə baxaq. Bir də sualların tipində qoyuluşunda biz bunu ortaq məxrəcə, məsələn, x kvadratı üstəgəl 1 böl, x kvadratı böl 16 üstəgəl 1 böl x kvadratını 16x kvadratı sürətdə x üstü 4 üstəgəl 1 kimi də görə bilərik və bu da bizi yanıltmasın, eyni bu sualın özüdür. Ona görə də biz çalışırıq ki, əgər biri x kvadratı məxrəcdə və deyək ki, x kvadratı sürətdə belə bir şey görülürsə, daha ağlımızdan bu keçir. İndi isə kub tənlik yazıram. Kub tənlik b-2-dən fərqli. Burada verir b kubu üstəgəl 5b, baxın, bəli, 5b üstəgəl 18 bərabərdir 0. Məsələn, bizdən soruşduğu şey b kvadratı üstəgəl 81 böl b kvadratıdır. Kvadratı çıxsın 2b plus 9 vurğu da almış olarıq. Bəli. Yəni b fərqlidir -2 qiymətli deyil də, yəni -2 qiymət deyil, amma b kvadratı çıxsın 2b plus 9 içindəki b-ləri ala bilərik. Tamam. Deməli, biz b kvadratı yazdık. B kubu alındı. Burada 2b alındı. 2b kvadratı da alındı. Çıxanda -2b kvadratı. -2b kvadratı. Mən əslində bunu əyani dərsdə bu sualı izah eləmişəm. Sadəcə sizdə bunu niyə belə deyirəm? Yəni, çünki müxtəlif variantlar axı biz keçirik. Burada x-a böldük, hərfə böldük, burada nə x kvadratına böldük, burada. Yəni, bu variantları siz özünüz də sərbəst şəkildə yoxlayın. Alınmayanda üstündə israr eləməyin. İsrar eləsəz, ümumiyyətlə doğru yolu heç vaxt bulanmazsınız. Bundan sonraki, indi baxın, çıx 2b yazırıq. Düzdürmü? Burada olacaq -2b kvadratı, çıxılsın 4b. Buradan aldıq 9b plus 18. Üstəgəl 18. Buradan da aldıq 9. Baxın, görün işimizə yarayacaqmı? 9b üstəgəl 18. Tamam, bu getdi. Deməli,
biz bu ifadəni əslində b üstə gəl 2 vurulsun, b kvadratı çıxılsın 2b, yəni qalıqsız bölündü. Üstə gəl 9 kimi yaza bilirik. B kubu üstə gəl 5b üstə gəl 18-i. Məsələn, bunu biz nə görürük? B üstə gəl 2 0 olmalıdır. Onu da icazə verməyib. Deyib ki, b -2-dən fərqli olsun. Onda biz b kvadratı çıx 2b üstə gəl 9 aldıq. 9 aldıq. Bu da bərabərdir 0 olmalıdır. Buradan da nə görürük? Hər tərəfi b-yə bölmək olar. Baxın, hər tərəfi b-yə bölmək. B-yə böləndə b çıxılsın 2 üstə gəl 9 böl b. Biz 9 böl b-ni, bəli, bundan sonrası sadədir. Bundan sonra kvadrata yüksəldən kimi bizə veriləni tapırıq. Deməli, budaqlı bölmədən biz belə eləməliyik. B üstə gəl 2 bir vuruğu olsa, ikinci vuruq b kubunu b-yə bölməkdən tapılır. Burada mötəzənin içində b kvadratı. Burada nəsə var onu bilmirik. 18-i də sərbəst sətirdə 2-yə böləndə 9 alırıq. Bu formada yazandan sonra təbii ki, vurub açanda bu a-nın qiymətinin -2 olduğunu tapacaqsınız. Yəni, tam vurub açmağa da ehtiyac yoxdur. Məsələn, hansını vura bilərəm? Tutaq ki, b kvadratı alınanları vururam. 2b kvadratı. B-ni də AB-yə vuranda alınır AB kvadratı. Bizdə də b kvadratı ümumiyyətlə yoxdur. Yoxdursa bu 0 olmalıdır. Bu zaman a-nın yerində -2 olacağını bildik. Deməli, a-nın yerində -2 dayanmalıdır. Və bu da bizə onu göstərəcək ki, biz bölmədən də ikinci vuruğu tapdıq. Deməli, ikinci vuruğu bölmədən də tapa bilərsiniz. Deməli, yol budur. Amma belə deyək, təbii ki, bir yerə yazmaq lazımdır, düşünmək lazımdır. Bəzən hansısa müxtəsər vurma düsturuna gəlməliyik, bəzən bu formada eləməliyik. Yəni, bu da beləncik öyrəndik. Sonra Miqə girişdən mən də birini deyim, eyni bu tipdəndir ona görə. Miqə girişdə bir dəqiqə neçədədir? Mən deyirəm, məndə kitab elə gözümün qabağında, misalı deyim sizə. Məndə kitabın özü var. Tamam. Kitabları almışam. X kvadratı -6x Aha. plus 2 bərabərdir 0 olarsa, x bərabər 0. X kvadratı plus 12 böl 2x ifadəsinin qiymətini tapın. 12 bölü x kvadrat. Tamam. Burada da biz kvadrat yoxdur. Kvadrat yoxdur. Tamam. O da səhv də düşə bilər. Yəni ki, biz baxmalıyıq ki, o səhifə neçədə, neçənci sualdır deyin. Səhifə 58-də 87. Həmişəmdə də elə suallar var. Kvadrat. Bəli, olur elə. Onsuz da olur. Bəli. Biz indi x kvadratını dəyişəcəm. Yəni necə dəyişəcəm deyəcəm. Səhifə bu tipdə yaza bilmədiyim bir neçə sual oldu. Yəni biri Barxanın deyən, biri bu. Bir dəqiqə. Səhifə 58-də. Səhifə 58. 87. Tamam. İndi biz buna belə baxaq. Deməli, biz x kvadratını burada bir balaca hələ ki, yenə deyirəm, baxın, baxılma yoluna baxırıq. Məsələn, x kvadratını sağa keçirsək, buradakılara 6x çıx 2, bura yazsaq, x kvadratı itsə, bu bizim işimizə yarayar mı deyə düşünürəm. Baxın, bu formada yazsam, bu mənim işimə yarayar mı? Əgər yaramazsa, təbii ki, bundan davam eləməyəcəm. İndi mən burada 6-nı yazdım, elə bir nəticə ala bilmədim. 6-nı çıxartdım mötəzə xaricinə. X üstə gəl 2 bölü x aldım mı? Aldım. Çıxılsın 2 aldım mı? Aldım. İndi x üstə gəl 2 bölü x mənə maraqlandırır. Əgər mən x üstə gəl 2 bölü x-i x-a bölməklə tapa biləcəmsə, bölürəm. X-a bölürəm. Bəli, elədə də 6 alınır. 6. Aydın deməlim. Daha axırını yazmayın. Başa düşdüm. Vaxt getməsin bunu. Bildim. Tamam. Yəni demək ki, bəli, bu tipləri belə eləyək. Bu tipləri də beləncə yazacaq. Sonra MHM-dən deyək mənim suallarımızı. Məndə test 1-də 18. Əslində bu tip çox yazmışam. Sadəcə bir dənə burada parçalaya bilmədim. Yolunu göstərsəz davamını özüm yazacağam. Tamam. Test 1-də 18-də bir dənə baxaq. Bu x üstə gəl y 5-ə bərabər olan misaldır. Bəli, bəli. Tamam. X üstə gəl Əslində buna aid çox yazdım, amma bunu yaza bilmədim. Demək x kubu üstə gəl y kubu 35 verilib. Və bizdən x kvadratı üstə gəl y kvadratı üstə gəl 5xy üstə gəl xy kvadratı
üstəgəl x kvadratı y ifadəsinin qiymətini soruşur. Tamam. Bəzi müdavimlər və yaxud da abituriyentlər məsələn x-ə y-ə qiymət fikirləşməyə başlayırlar belə misallarda. O bəzən məsələn asan misallarda çox rahat görürsən onu, bəzən onu görmək çox çətindir. Ona görə də yəni yolu öyrənmək lazımdır ki, bəs yolda necə? Demək biz çalışırıq ki, x üzəri y-dən x kubu üzəri y kubunun yəni ya içini parçalayaq bizim suallar misalımızı alaq, ya da misalımızın içindən x üzəri y çıxsın. İndi bu müxtəsər vurma düsturudur. Biz burada x üzəri y yazsaq, ona da yerinə 5 yazsaq, ikinci tərəfə baxın, gəlin x kubu üzəri y kubunu burada bu formada, yəni bunu belə yazaq. Bir də x üzəri y mörtəzənin kvadratı yazırıq bura. Çıxılsın 3xy yazırıq. Ben sizə demişdim. Bu formada yazılışla biz daha tez məqsədə çatacağıq. Bir də müxtəsər vurma düsturunu təmiz olaraq, yəni o ilkin formada açmayın. Deməli, bundan sonra burada əgər bura 35-dirsə, buradan yazaq. Burada x üzəri y 5-dirsə, x üzəri y-in kvadratı da 5-dirsə, yəni belə bir şey aldıq. 3xy. Buradan da 35-i 5-ə bölün. 7. Açanda 25-dən də 18 çıxmalısınız. Demək, xy olur 6. Düz oldu? Tamam. xy 6 olması bizim misalımızın həllinə kömək edəcək. Məsəl üçün, biz x kvadrat üzəri y kvadratı burada görürük. Vuruqlarını ayırmağı düşünmürəm. Sadəcə olaraq xy gördüyüm yerə yazacağım altını. X kvadratı üstəgəl y kvadratını da istəsəz belə yaza bilərsiniz. Baxın, buradan 2xy parçalayır. X üstəgəl y mörtəzənin kvadratı qalır orada 3xy parçaladı. Burada da xy kvadratı, o da x kvadratı y. Buradan da xy çıxardı mörtəzə kənarına. Qalsın y üstəgəl x. Yəni və salam. Mən onu parçalamağa çalışdım. Oradan xy tapa bilmədiyim üçün davam gəlmədi. Bəli. Mən hesablamayı yazmayın. Özüm yazaram hesablamanı. Aydın da olur. Başlayacağım. Bunu vereyim. Mən deyirəm başqa suallara çox baxa, üç bucaqlara çox keçək ona görə. Doğru. Sonra 17-yə də baxardıq da müəllimdə. Yolun deyərdiniz. Başlayacaq. Baxaq 17-yə. Deməli, 17-də köklə bağlı verilibdir. Kök altda x üstəgəl 1 böl kökdə x bərabərdir 3. Buradan da x kubu üstəgəl 1 böl x kubunu soruşur. Tamam. Birinci kök bizim işimizə yaramır. Kökdən azad olmaq lazımdır. Köklük bir xəstəlikdir. Bunu yazdıq bu formada. X üstəgəl 1 böl x üstəgəl 2 aldıq. 2-ni də sabah atdıq. 9-dan 2 çıxdıq 7. Buna keçəndən sonra işimiz yüngülləşir və burada nəyə getməliyik? Təbii ki, bu aldığımızı kuba yüksəltməliyik. Məsələn, mən adətən aldığımı kuba yüksəldirəm ki, veriləni tapın. Ola da bilər ki, siz x kubu bayaqki açdığımız kimi a kubu üstəgəl b kubundan istifadə edin. Açıram müəllim. Sonra buradan da x kvadrat plus 1 bölü x kvadratını tapıb aparıb orada qoyuram yerinə. Bəli, amma gəlin mən elə öz birinci yazdığımla gedim. Məsələn, biz burada birincini açanda a kubu üstəgəl b kubunu da axırda yaza bilərəm, əvvəldə yazıram. A kubu üstəgəl b kubu. Üstəgəl 3, bunu da bu düsturda. Baxın necə açıram. 3x vurulsun bu. Mörtəzədə x üstəgəl 1 bölü x. Yəni a üstəgəl b mörtəzə kubunu açdım. Burada y nə? Mən orada da x yazın, zəhmət olmaz. Hə, bəli. Yəni elə özüm baxdım ki, o nədir, orada yazmış. Tamam. Bərabərdir 7-nin kubu. İndi təbii ki, burada çox rahat necə eləyəcəksiniz? A kubu sizə bu lazımdır da. X kubu üstəgəl 1 bölü x kubu lazımdır. Qalanları da bir-birini götürəcək. X üstəgəl 1 bölü x-in yerinə 7 almışdıq, onu qoyacağıq. Yəni x kubu üstəgəl, məsələn, belə də eləyə, tez eləyə bilərsiniz. Məsələn, bunu a kimi fikirləşib, hə, bura a-dır. Yəni x kubu üstəgəl 1 bölü x kubu a-dır. Məsələn, burada da 3 vur 7 bunu almışam. Bu da 7-nin kubudur. Burada da 7-nin kubundan 3 vur 7-ni çıxanda, ola bilər ki, 7-nin kubunu unutmuşsunuz. Məsəl üçün, 7-nin mörtəzə xaricdən çıxardanda 7-nin kvadratı 49 çıxılsın 3 yazıb. Ondan sonra da 7-ni 46-ya sadəcə vurub. Orada da yenə deyirəm, məsələn, cavablarda son rəqəmi də sizə kömək edir. Bəzən görürsən ki, 2 ilə qutaran başqa şey yoxdur. Tez cavabı götürürsünüz. Yaxşı. Sonra keçirik növbəti suala. Bayaq hansısa müəllim mesajla yazdı. Müəllim, test 3-də 7-yə baxaq. Test 4-ə qədər. Deməli, A bərabər...
A minus B-yə vururduq. Hə, Mən də o yazdım A minus B-ni 1 götürdü. bəli. Amma axırda AA olduğuna görə alınmadı. İndi baxaq. Deməli burada bu trigonometriyada da eləmiş ola bilərlər. həyatda hər şey olur. Yenə baxaq, davam edək bunu. A üstü 64 elədir də, üstəgəl B üstü. Əslində orada yəni 2A 64 də yaza bilərdi. İfadənin qiymətini tap. Tamam. Səhv olmamalıdır. İndi gəlin belə düşünək. Biz normalda trigonometriyada da bu suallar olur. Məsələn, kosinus 2x vurulsun kosinus 4x vurulsun, nə bilim, kosinus 6x, məsələn, vurulsun kosinus 8x belə artıra bilərəm. Bu cür sualları da biz işləyəndə, məsələn, sinusa vururuq. Bəli, 2 sinus 2x-ə, hətta 8 sinus 2x-ə vururam ki, 3 dənədirsə 8 sinus 2x-ə vuracam və böləcəm. Və bunu indi Allah qoysa keçəndə görəcəksiniz ki, sinus 2 alfaların düsturuna gətirəcək. İndi isə mən A çıx B-yə ona görə vururam ki, hamısı A kvadrat çıx B kvadrat düsturuna gəlsin. Demək, A çıx B-yə vurma, uşaqlar, A çıx B-yə vurma. Bu misala görə 1-ə vurmaqdır. Yəni, B-ni sola atanda A çıx B 1-dir. Demək, 1-ə vurdum. Ona görə də bir də məxrəc yazmıram, ehtiyacım yoxdur. Çünki A çıx B 1-dir. Və bu zaman qayda pozuntusu yoxdur. Və mən bunu vurub açanda A kvadrat çıx B kvadrat olur. A kvadrat çıx B kvadratını bununla birləşdirəndə A üstü 4 çıx B üstü 4 olur. Onu onunla birləşdirəndə belə gedir. Məntiqdən bu A üstü 64 çıxılsın B üstü 64-ə qədər gedib, sonra da bununla birləşəcək. Bununla birləşəndə A-nın üstü, yəni 64-ün kvadratı çıxılsın B-nin üstü 64-ün kvadratı düsturuna gələcək. Və bu da bizə nəyi verəcək? Gəlməlidir. Yəni burada A-da axı. Ona görə dedim bəlkə səhv olar. O baxın, bir dəqiqə, baxın görüm bizdə belə. PDF-dən baxırsınız mənim. Bəli, mən PDF-dən baxıram. PDF-də düz yazılıb. A üstü B variantında A üstü 128 çıxılsın B üstü 128. Ona görə müəllim yaza bilməmiş. O xanım da eyni. Bəli. Sonra test 4-də neçənci sual idi? Müəllim, mən idim. Test 4-də 16-cı suala zəhmət Tamam. olmasa. Bax, qısa həllini istəyirdim. Mən uzun getdim. Keçən dəfəsində bunu elədik. Test 4-də 16-cı sual. Açıq ki, üstə yəqin həmin misalda gəlin belə biz bunu eləmişdik. Biz dərslərimizi canlıda keçirəm deyə, yəni canlıda da olur. Bəzən görürsən ki, məsələn, xoşum gəlir. Variantlar irəli sürürəm ki, belə də ola bilər, belə də ola bilər, birindən tutun. Amma bəzən də görürsən vaxta görə onu eləmirəm. Baxın, indi bunu demişdim deyəsən, onlaynda da demişim. Baxın, deməli bizə lazımdır ki, burada nə yaradaq? A üstəgəl 2 yaradaq. Məsələn, uşaq deyir ki, bəlkə səhv düşür. Səhv düşmür. Baxın, bura bir dənə 4 əlavə edən kimi, burada 4 əlavə edən kimi bizim istədiyimiz alınır. A üstəgəl 2, üstəgəl. Keçən dəfə demişdik. Eləmi? Hə, tamam. Deyirəm, yadıma düşür ki, bunlar. Bunu da ardı kvadrata yüksəldirik eynən. Tamam, bəli. Məsələn, mən A üstəgəl 2, yəni saxlaya da bilərəm də. Saxlaya da bilərəm. Bu verilən budur. Mən adətən veriləni kvadrata yüksəldirəm. Kvadrata əvəzləməyə T də yazsaq. Bəli, T-dən əvəzləmə də ola bilər. Yəni o sizdən asılı bir şeydir. Yəni Aydındır müəllim, çox sağ olun. Siz də sağ olun. Başa düşdüm. Sonra Test 5-də mənim ona baxım. Yoxdur. test 5-də neçə? 10. Tamam. Test 5-də 10. Əsas bizə tipləri maraqlıdır ki, hər tipdə bir fərqli bir şey öyrənirik. Onu başa düşək, anlayaq. Biz x kvadratı çıxılsın x üstəgəl 1 0-a bərabərdir. Bizdən x üstü 13 üstəgəl x üstü 10 üstəgəl x üstü 9 üstəgəl 10 deyə bir ifadənin qiymətini soruşur. Əslində biz nə gördük? Biz istəsək burada x bayaq dediyim kimi x üstəgəl 1-ə vururam. Müxtəsər vurma düsturuna görə. Müxtəsər vurma bayaq elədiyimizi bir də yazdım. Bir dəqiqə boşluğunu qəbul edək. Bunu yazandan sonra burada müxtəsər vurma düsturu aldıq. X kubu üstəgəl 1 bərabər də 0 aldıq. Əslində biz x kubunu -1 almışıq. 1 yox. -1 almışıq. Əgər biz x kubunu -1 almışıqsa, x təkcə -1 ola bilməz. Yəni biz, düzdür, kimsə x-in yerinə -1 qoysa, cavabı alacaq. Amma x -1 ola bilməz. Buna ziddir. Bu belə.
Lakin kubu -1 olduğunu heç kim dana bilməz. Kubu -1-ə bərabərdir. Oldu mu? Və biz əgər bayaq istədim gedim, amma x kvadrat çıxı x üstə 1-i 0-a bərabər götürüm, oradan kökü tapım. Yəni kökləri özünüz tapa bilərsiniz. İndi x üstə 13-ü biz x kubu şəklində necə yaza bilərik? Təbii ki, 3-ə bölünən qayda ilə yazmalıyıq. Yəni x üstə 12 vurulsun x kimi. X üstə 12 x kubunun üstü 4-dür. X üstə 10 x üstü 9 kimi yazıb vur x. Yəni 3-ə bölünən ədədləri ayırıram. Düzdür, burada x üstü 4-ü mörtəzi xaricinə çıxartmaq da olar. Baxın, x üstü 4-ü mörtəzi xaricinə çıxarda da bilərdim. 9-u. X üstü 9-u mörtəzi kənarına ala da bilərdim. Burada alsaydım, x üstü 9 zaten x kubuna bölünür. Burada qalacaqdı x üstü 4. Sonra bunu parçalayacaqdım. Yəni, belə də yazmaq olar. Belə bir şey də eləmək olar. Lakin bu mənim, mən belə eləmədim. Yəni, yuxarıdakı kimi yazdım. Deməli, burada bərabərdir. X üstü 12 nədir? X kubunun üstü 4. Və bu mənə nəyi verir? -1-in üstü 4. Yəni, müsbət 1-i verir. Bu formada digərlərini də yaza bilərəm. Məsələn, bu x kubunun kubudur. X üstü 9-u yəni, mörtəzi xaricinə çıxarmadan yazıram. Bu da yenə x kubunun kubudur. Yəni, bu bir növ isbata gedir. Məsələn, isbat edirsiniz. Baxın, burada -1-in üstü 4 1-i verir. Vur x. Burada x üstü 9 x kubunun kubu olduğuna görə -1-in kubu -1-i verir. -1-i verir. Yəni -1 vur x yazıram. X kubu burada da yenə eyni şey verdi. Üstə gəl 10. Nə gördük? Bunlar bir-birini götürdü. Bəli, bura bəli. Doğrudur. Və ondan sonra 9-u alırıq. Yəni demək ki, biz burada əsas məsələ nəyə diqqət etməliyik? Məsəl üçün, düzdür, x-in yerinə -1 qoysaz, bayaq müəllimlərdən kimsə dedi, x-in yerinə -1 qoysaz, yenə 9 alırsınız. Yəni, aparın -1-i qoyun yerinə, yenə 9 alacaqsınız. Lakin x -1 ola bilməz. Amma x kubu -1 ola bilər. Anlaşıldı mı? Buna diqqət edəcəyik. Amma yəni, məsəl üçün, deyək ki, yolu belə getsəz daha yaxşıdır. Və yaxud da müəlliməmizin atdığı kimi onu da yaza bilərsiniz. Məsələn, x kvadratı bərabərdir yaza bilərsiniz. Düzdürmü? Sonra hər tərəfi x-ə vurub x kubunu tapa bilərsiniz. Yəni, bu formada bayaq müəllimə atmışdı, yəqin baxmışsınız. X kvadratını x çıx 1 yazır. X kubu eləyir, onu x vurulsun x kvadratı kimi yazır və bu formada da yaza bilir. Yəni x kubu yenə -1-ə yazır. Tamam. Keçək növbəti suala. Test 7-də 1 müəllim. A kubu üstə gəl 5a kvadratı. Üstə gəl 3a çıx 9. Məxrəci də a kubu üstə gəl a kvadratı. Çıxılsın 5a üstə gəl 3. Burada ifadəni sadələşdirən qrupları ayırmadan gedilməlidir. Yəqin ki, bunu hamınız bilirsiniz. Amma tutaq ki, ayıra bilməzsəz də müəyyən yollardan cavab ala bilərsiniz. Yəni, ədəd qoymaqdan da cavab ala bilərsiniz. Tamam. Qruplarını ayırmaq üçün nə etmək lazımdır? Məsələn, baxırsınız, nədən nəyi bir götürə bilərsiniz? Yəni, qruplara ayıranda uyğun bir Yəni, şeylər olmur. Olmur. Bəs onda, məsəl üçün, hansı qaydaya görə getməliyik? Məsələn, fikir var. Bəli, mən dedim, həm a kvadrat vardı, həm a vardı da, a plus məsələn nəyinsə bağlanmış kubu olaraq götürüm. Aha. Oradan da elə bir məsələn 5a kvadratını nəsə əlavə etməliyəm, 3a-ya nəsə əlavə etməliyəm. Təbii ki, nəsə belə deyək, parçalamaq yolundan bir şeyləri ala bilərsiniz. Məsələn, birincisi, məsələn, a kvadrat çıx b kvadratına axırda gələ bilirsə, ən gözəl yollardan biri odur. Amma məsəl üçün, tutaq ki, siz belə fikirləşirsiniz ki, a kubu ilə bağlı bir düstur olsun. Məsələn, tutaq ki, a kubu çıxılsın, məsələn, 1, bunun düstur olmaq istəyirik. Məsəl üçün, biz nə fikirləşməliyik? A çıx 1 olmalıdır. İkinci mörtəzədə təbii ki, a kvadrat olmalıdır və s. Amma indi biz bunun mörtəzə kubu kimi baxaq. Yəni, buradakı bunu silək. A çıx 1 mörtəzənin kubu kimi. Bəli, belə baxaq. Bu zaman belə baxanda nə görəcəyik? A kubu çıxılsın 3a kvadratı, üstə gəl 3a, çıxılsın 1 görəcəyik. İndi burada 3a kvadratına, məsələn 5a kvadratı daxil.
Bura mən məsəl üçün nə 8-ə əlavə etdim? kvadrat əlavə Orada etməliyəm. 8A kvadrat əlavə etməliyəm. Belə çıxır ki, burada belə bir 8A kvadrat olmalıdır. Sonra burada da bir dənə 8 yazmalıyam ki, -9 versin. Və bu da işimizə yarayır. Niyə? Buradan da 8-i çıxardanda A kvadrat çıxıb 1 görə bilirəm. Onda belə çıxır ki, mən sürəti bu şəkildə yaza bilərəm. A çıx 1-in mörtəzə kubu üstəgəl 8-i mörtəzə xaricinə çıxartsam, A kvadratı çıx 1 olur. Onu da A çıx 1, A üstəgəl 1 kimi yaza bilirəm. Düzdür. Ola bilər ki, məsələn deyək də, diqqətsiz yanaşıb hardasa işarə səhvi və s. alına bilər. Amma yəni yüz ölçüb bir biçin yoxlayın, əmin olun. Ondan sonra birinci getmək olar. Tamam. Bundan sonra aşağını da eyni qayda ilə fikirləşdirin. Aşağını da açılsın 1-in kubundan asılı eləyək. Bəli. Əgər aşağıda da açıq 1-in kubu yazsaq, məsələn. Burada təbii ki, indi mən buranı silirəm, bu hissəni götürürəm. İndi bura onun üçün düzəldirəm. Məsələn, necə düzəldirəm? Baxıram ki, -3A kvadratıdır. Mən nə əlavə etməliyəm? Bəli. Üstəgəl 4A kvadratı yazmalıyam. Sonra 5A almaq üçün, yəni 3A varımdır. Burada alınırmı? Bir baxaq. Burada 9 nə alınır? A alınır. Yox, 8. 8 olur. 8A alınır və burada da 4 alınır. Və bu da bizim işimizə nə üçün yarayır? Bu ifadənin özü 4-ü mörtəzə xaricinə çıxardanda A kvadrat çıx 2A üstəgəl 1-dir. Bu da açıq bir mörtəzə kvadratıdır. Demək ki, biz burada üstəgəl 4'ü içəri də sala bilərik. Çünki içəri salacağıq ki, orada yaxşı olsun. 4'ü 2-nin kvadratı kimi içəri vura bilərik. Yəni məsələn 4 vurulsun, burada yazıram məsələn, 4 vurulsun açıq bir mörtəzə kvadratı yazsam, sonra 4'ü də 2 kimi, 2'nin kvadratı kimi içəriyə 2'yi vuracam. Və bundan sonra misal alınacaq. Və bu sağ tərəfi silirəm. Yəni bunu atıb başa düşsüzsünüz ki, nəyə oxşatdıq. Yoxsa biz orada oturaq, deyək ki, gəlin bundan bunu çıxaq, ondan onu çıxaq. Adətən elə yəni müəllimlər var ki, o cürlə işləyir. Baxın, burada biz bunu belə yazsaq, açıq 1-in mörtəzə kvadratı, bunu belə yazsaq, üstəgəl, yəni 8 vurulsun A üstəgəl 1 yazsaq, bu vurğularına ayrılmış sayılır. Ayrılmış sayılır. İndi aşağıda bu 1'dir. Aşağıda da açıq 1-in kvadratını mörtəzə xaricinə çıxarsaq, amma burada 2'ni içəri salmaq, heç salmayaq, elə çöldə qalsın. Açıq 1-in mörtəzə kvadratını içəri götürdük. Burada qalır açıq 1, üstəgəl 4 qalır. 4 qalır. Yəni burada açıq 1-in biri gedir, biri qalır. Bu hissədə də açsaq, açıq 1-in, yəni burada artıq açıram. Yəni açmaya bilərikmi? Məsələn, ixtisar gedərmi? Baxırsınız, əgər getmirsə açırsınız. Açıq A kvadratı çıxılsın 2A, üstəgəl 1, üstəgəl 8A, üstəgəl 8. Aşağıda da açıq 1-i A üstəgəl 3-ə vuracaqsınız. Deməli, açıq 1-i A üstəgəl 3-ə vuranda nə alınacaq? İndi deyə bilərsiniz ki, müəllim, eləməyin. Buradan təzədən yığılacaq. Baxaq. Baxın, A kvadratı üstəgəl 6A, üstəgəl 9. Deməli, biz bunu açmağa tələsməməliydik. Məxrəc A üstəgəl 3 qalır, amma sürəti açmalıyıq. Və nəticədə ixtisar gedəcəkdir. Çünki A üstəgəl 3-ün mörtəzə kvadratıdır yuxarı. Buranı da buradan götürək. A üstəgəl 3-ün mörtəzə kvadratıdır. Deməli, burada A üstəgəl 3-ün biri gedəcək. A üstəgəl 3 bölünsün, açılsın 1. Bəli. Bu yolu budur. Amma məsəl üçün mənə bu düşsəydi, mən fikirləşərdim ki, gəlim elə rahat yoldan yazım geçsin də. Rahat yol nə ola bilər? A-ya bir dənə 0 verib, məsəl üçün cavabı -3 alıb, sonra variantlarda A-ya 0 verib -3 baxıram. İndi ola bilər 3 dənə, 4 dənə variant eyni çıxır. Demək, A-ya bir dənə başqa bir ədəd 1 qoysam, yəni sürəti məxrəcə bölüb bir ədəd alsam, cavablarda da A-nın yerinə 1 qoyub baxsam, yəqin ki, çox böyük ehtimalla fərqli cavablar alacam və cavab tapacaq məsələn. Yəni bu ifadəni belə. Amma yəni yolu budur. Burada biz çalışmırıq. Məsələn, kimsə A-nın kvadratını çıxardır, A üstəgəl 1 yazır, sonra buradan 3'ü çıxardır, açıq 3 yazır. Ortaq bir şey tapmır. Ortaq bir şey tapmayanda yəni yaxşı sualdır. Sadəcə olaraq biraz dediyim kimi yazmaq lazımdır. Sonra 6. Həmin testdə. X, Y, Z və K sıfırdan fərqli həqiqi ədədlərdir. Doğru? Müəllim, mən orada aldım ki, hamısı əslində K-ya bərabər olur. Hamısını K-dan asılı edirəm. Cavab -1 tapıram. Amma cavabda 3 çıxır deyə qalıram elə. Deməli, bu Z bölünsün K-dır. Bu da K bölünsün X-dir. Deməli, bu bərabər vermək, bu da deyir ki, X, Y, Z
bir də k. Sıfırdan fərqli həqiqi ədədlərdir. Yəni bunlar sıfır olmasın. Çünki məxrəc sıfır bölünmə yaranır. Ona görə deyir. Evet. Sıfırdan fərqlidir. Yoxsa başqa şeyə görə demir. X çıxılsın 3yz üstə gəl xz bölünsün x kvadratı çıx y kvadratı üstə gəl z kvadratı soruş. Deməli, düz fikirləşirsiniz ki, məsələn mən bunu bir tutaq ki, hansısa bir ədədə bərabər. Məsələn tutaq ki, a ədədinə bərabər. Baxın, x bölü y a-ya bərabərdirsə, deməli, eyni zamanda y bölü z də a-ya bərabərdir. Yəni, hamısı eyni şeyə bərabərdir. Ümumiyyətlə, bu cür misalda, bu bərabərliklərdə x, y, z, k bərabər ola bilər. Bu birinci haldır. İkinci halı deyəcəm, amma onu isbat edib deyəcəm. Məsəl üçün, gəlin belə fikirləşək. Deməli, x bölü y a idi. Demək, x nəyə bərabərdir? A vurulsun y. İndi fikir verin. Y bölü z a-ya bərabərsə, y nəyə bərabərdir? A vur z-ə. Digərini yazıram. Z bərabərdir. Z bölü k adırsa, z nə olur? A vur k-ya. Və ən sonda k bərabərdir. X-dırsa bu məxrəc, x-dırsa, deməli, a vur x-a. Doğrudurmu? Mən əslində bu boyda şeyi yaz. Əslində uzun yol. Buna uzun yol deyirəm. Yəni səhv deyil, amma uzun yol. Mən bunun qısa yolunu bilirsiniz necə edəcəyik? Var bu şeylərdən. Toplularda da buna oxşar bir suallar var. Baxın, bunu necə edəcəyik? Götürəcəyik belə halda bir-birinə vuracaq uşaqlar. Bir-birinə vuracaqsınız. Topluda da buna oxşar bir sual görəcəksiniz. K bölünsün x bərabərdir. 4 dənə A-nı bir-birinə vuranda A-nın üstü 4 olur. Və baxın, ixtisalları gördünüz. X-lar da getdi. A üstü 4 nəyə bərabər? 1-ə. Onda A-mız həm müsbət 1, həm mənfi 1 olur. Yəni ona görə 1 olan kimi sürət məxrəcə bərabərdir. Deməli, 1 olan kimi nəyə bərabərdir? Sürət məxrəcə bərabərdir. Bunu yadda saxlayın. Tamam. İndi Bizə də ən böyük qiymətin verdiyi həm 1 və yox, mənfi 1 qoyacaq. bəli. Baxın, mənfi 1-ə necə olacaq? Məsələn, x bölü y mənfi 1-dirsə, x mənfi y-ə bərabər olur. Baxın, burada yazıram. X bölü y mənfi 1-dirsə, x mənfi y-ə bərabər olur. Desəz ki, y bölü z mənfi 1-ə bərabər olsa, ikincisi, onda y mənfi z-ə bərabər olur. Onda belə çıxır ki, y mənfi z-dirsə, bir növ y-in yerine mənfi z qoyanda bura müsbət olur. Fikir verin, z müsbət olur. Sonra k mənfi olacaq. Mənfi k-ya bərabər olacaq. Fikir verin, bu 4-ünü də yazdıq. Bu 4-ünü də yazandan sonra artıq biz 2 variant almışıq. X, y, z-ə, k-ya bərabərdirlər. Bir-birinə bərabərdirlər. 5, 5, 5, 5 də ola bilərlər. Bir də ola bilər ki, x mənfi y olsun, mənfi y z-ə bərabər olsun. Yəni, belə bu formada bir bərabərlik aldıq. İndi, bunları aydın başa düşdüksə, misalın həllinə girişə bilərik. İndi misalın həllinə tez girişmək üçün nə edəcəyik? Bunu buradan siləcəm. Götürdüm. Buranı da silirəm. Yəni, başa düşdünüz ki, o hardan gəlir. İndi misalda 2 variantın ikisini də yoxlamalısınız. Yoxlayarkən, mən hamısını x yazıram. X kvadratı. Birinci halı yoxlayıram. Birinci halda bütün hərfləri x adlandırırım. Onda 3x kvadratı 1 olur. Bu nə gözəl düşdü. Tamam, bu da x kvadratı olur. Və burada da x kvadratı, x kvadratı. Bunlar bir-birini götürür. Əgər eyni şeydirsə də, eyni olmasa götürür. Tamam, yəni belə yazdım. Deməli, yuxarı olur mənfi x kvadratı. Siz bunu almışsınız. Yəni, mənfi 1 almışsınız. İndi keçib bizə nə soruşurdu? Bu ifadənin deyəsən ən böyük qiymətini soruşur. Deməli, indi isə ikinci halı yoxlayırıq. İkinci halda, məsələn, mən hamısını x saxlamağa çalışıram. Y-in yerinə mənfi x qoyacam. Y-in yerinə mənfi x qoyanda mənfi x kvadrat olur. Birbaşa yazıram. Çıxılsın. Deməli, y-in yerinə mənfi x qoyduğumu unutmayaq. Əgər çaşırıqsa, yəni açıq yazmaq lazımdır. Deməli, y-in yerinə mənfi x, bəli, üstə olur, 3x olur. Z-in də yerinə x qoya bilirsiniz. Onda belə çıxır ki, 3x kvadratı buradan yaranacaq. Bir növ bayaqçıların əksi yaranır. Fikir versəz, yuxarıda bir də əksi görürük. Amma bu yox. Bu olduğu kimi qalır. Niyə? Z x olduğuna görə. Və bölünsün. Aşağıda x kvadratına dəymirəm. Y kvadratı, çünki y-in yerinə mənfi x qoyacam, amma burada kvadrat olduğuna diqqət edəcəm. Demək, y-in yerinə mənfi x qoyuram. Bu ortadakı çıxqalı mənfi x-in kvadratı ilə x-in kvadratını verir.
Üstəgəl z elə x idi, x-in kvadratı. Deməli, nə baş verdi? Aşağıda x kvadratı qaldı. Bir də yuxarıda bunlar getdi, 3x kvadratı qaldı. Və belə çıxır ki, cavab 3-ü verdi. Düzdür, bundan sonraki etapda ədəd də qoyub getmək olar, amma yəni ümumiyyətlə ya 1 olmalıdır, hamısı eyni şey verməlidir. Yəni bir ədəd qoyaraq 1, 1, 1, 1 qoya bilərsiniz. Bərabərlik düz gəlsin əsas olduğu. Bir də burada biri 1, biri -1, sonra 1, sonra -1 belə qoyun. Görəcəksiniz ki, bu cür bərabərliklər həmişə bu cür olur. Amma isbatı götürüb bir-birinə vurmaqdır. Bir-birinə vurmaqdır. Onu yazmasanız, əgər otursanız x bölü y bərabərdir a yazsanız, oradan x bərabərdir a y yazsanız, y bölü z a yazsanız, oradan bayaq yazdığım birinci etapda yazdığım kimi yazsanız, o çətin, yəni ağrılı bir yola gedir. Mən də fikirləşdim ki, daha getməyək də. Sonra yaxşı sualdır. Test 9-da 20. Test 9-da 20. Baxaq görək hardadır test 9. Test 9-da 20-ci sual. Ən axırıncı sual. Bəli. Tamam. Sizdən başqa baxan olub buna? Məsəl üçün, kimsə test 9-a qədər gəlib çıxıb. Heç kim gəlib çıxmayıb. Buranı silək. Müəllim, test 10-da çox biraz qəliz suallar var idi. Yox, mən sizə dedim ki, mümkün qədər çalışırıq. Nəyə çalışırıq? Mümkün qədər çalışırıq ki, şeyləri eləyək. Nədir onun adı, siz deyin. İlk test 5-i yazaq, toplunu işləyək. Məsələn, mən indi sual atmışam sizə. Tamam, Kübra müəllimə 7-yə qədər düz eləmisiz. Və məsələn, mən sizə sınaq atdım. O sınağı əslində mən istəyirdim ki, hamı, keçən dəfə elan eləmişdim, hamı eyni vaxtda başlasaydı, qutarsaydı. Çünki niyə? Məsələn, mən orada bəzi müəllimlərimiz atdı mənə. Məsələn, indi onu deməliyəm ki, o boşluğu oradan aradan qaldıraq. İndi mən onu gözləməliyəm ki, məsəl üçün, gələn dərsə qədər, amma yadımda qalacaq qalmağına, amma boşluqdur da, istəmirəm o boşluq qalsın. Tamam, belə misaldır, düzdürmü? Tapılmalı olan ifadəni də bizə nə veribdir? A kvadratı burada yazıram. Yəni, bu belə suallar, asan suallar sayılmır, özünüz bilirsiniz. Yəni, bəzən olimpiyadalara salırlar bu suallar. Yəni, bizim düzdür, vaxtımızı biraz ala bilir bu. Amma mən çalışacağım ki, uzatmayayım ki, vaxtımız buna çox getməsin. Müəllim, belə suallar düşər imtahanda? Mən sizə atdığım tipdə suallar düşəcək. Ancaq o tipdə suallar düşür. O suallar da sizin əslində belə deyək, o ilk test 5-ə qədər öyrəndiyiniz misalların içindən uzabaşı 6, 7 mövzudan asılı olaraq dəyişə bilər. Yəni, içində suallar. Nəsə, belə bir şey verir bizə, bunu soruşur. Bu ifadəni soruşur. İndi mən məsələn burada həm suala baxmalıyam, həm də fikirləşməliyəm ki, neyim? Ortaq vurğu çıxardacam burada. Birinci sualda. Niyə? Çünki mənim dərəcəm böyükdür. Mən də fikirləşirəm ki, görün burada mən ortaq vurğu çıxarsam, mənə lazım olan bir şey alınar. Yəni, bəli, ortaq vurğu çıxardanda alar ixtisara gedir, birbaşa yazacam. Sürətdə A qalır, məxrəcdə A üstəgəl 1 qalır. Bu yüngülləşir. Yüngülləşməsi mənim işimə xeyirdir. Burada B qalır, burada B üstəgəl 18 qalır. Gördünüz? İndi bu birisində C qalır. Burada da C üstəgəl 324 qalır. Əgər ədədləri düz yazmışamsa, 324. Nəysə, bu şeyin də düzəldilmədi. 324. Tamam. Buranı da gördük. Bu 3-dür. Tamam. İndi bundan sonra mən fikirləşirəm ki, mən bunu sadələşdirdim. Bəs indi verilən ifadə ilə, tənliklə mənim o bağlantım arasında nə kimi əlaqə var? Görürəm ki, A əvəzinə 1 yazılıb, B əvəzinə 18 yazılıb, C əvəzinə 324 yazılıb. Aşağılar eynidir. Cavab da 1-ə bərabərdir. Və mən burada hər bir kəsri, bu sadələşdirdiyim kəsri necəsə dəyişə bilərəmmi düşünürəm. Baxın, burada yazacağım, bu kəsrlə danışıram. Deməli, A bölünsün A üstəgəl 1-i bu formada yaza bilərəmmi? Məsələn, A üstəgəl 1 yazıram ki, məxrəci yaradım və sonra 1 çıxıram. Və bu zaman mən bunu 1 çıxılsın. Necə oldu 1? A üstəgəl 1-i A üstəgəl 1-ə böldüm. 1 çıxılsın, 1 bölünsün A üstəgəl 1 yazıram və məqsədimə çatdım. Fikir verin, misalda bunu aldım. Aydındır. İndi keçirəm o birisləri də eyni qayda ilə. B bölünsün, B üstəgəl 18-i birbaşa yazsa, 1 çıxılsın olacaq da. 18 bölünsün,
B üstəgəl 18. Eyni qayda ilə C bölünsün, C üstəgəl 324-ü də. Deməli, 1 çıxılsın, 324 bölünsün. Demirəm, çox çətindir. Amma yəni var da çətinlik. Məsələn, başqa yola getsən, başqa cür alsan. Təbii ki, birinci burada görürsən ki, nəyisə ortaq vuruq xaricinə çıxartmaq olar, odur. Amma bunu da bax, indi yazdığımı da bəzən adamın ağlına gəlməyə bilər. Onu da indidən deyirəm ki, və belə şeylər də. Tamam, bunları biləndən sonra bu bərabərdir. Bəli, bu birlərin cəmi 3-ü verir. Çıx qoyuram. Mörtəzədə yazacağım ki, 1 bölünsün A üstəgəl 1, üstəgəl 18 bölünsün B üstəgəl 18 və o birisi. Bu da bizə verilib 1. Və onda belə çıxır ki, misal hazırdır. Yəni əslində bütün misalları belə desəm də, yəni biraz fərqli yollar təklif eləməsəm, bütün misalları, məsələn, mən indi buna necə qulaq asırsınızsa, o formada sizə çatdırmaq olar. Yəni sadəcə o mən bəzən bir-iki misalda xüsusilə əvvəldə çalışıram ki, biraz da belə deyək. Məsələn, tutaq ki, mən belə eləyirəm, sizin kimi. Belə eləyim. Baxaq görək hansı variantda düz gəlir və bu formada biz bunu elədik. Əslində çox belə deyək, məncə eləmək mümkündür də. Bunun hamısını eləmək mümkündür. Sonra nəsə varsa deyin. Müəllim, onda test 10-da da 1-ə baxaq. Test 10-da birinci sual. Tamam. Bunu şey eləyin, köçürdüzsə keçirim ona. Köçürməyə ehtiyac yoxdur, əslində sonra baxa da bilərsiniz. Bəli, bilirəm. Başa düşdüm. Deməli, keçək test 10-da birinciyə. Bizə vermişdi x kvadratı üstəgəl y kvadratı bərabərdir x üstəgəl y üstəgəl z mörtəzənin kvadratı. Bizdən soruşurdu x kvadratı üstəgəl x üstəgəl z mörtəzənin kvadratı bölünsün y kvadratı üstəgəl y üstəgəl z mörtəzənin kvadratı. Bunu soruşurdu. Deməli, bunu daha qısa yolla bunu necə çözə bilərik? Birincisi, yuxarıda bu sualda nə görürük? X kvadratı görürük, y kvadratı görürük. Burada biri var ki, biz sağ tərəfi açaq, biri var ki, əvəz eləyək. X kvadrat. Çünki, baxın, əvəz eləyəndə müxtəsər vurma düsturu yaranır. Müxtəsər vurma düsturu yaranır. Biz həmin müxtəsər vurma düsturunu neyə bilərik? X kvadratın yerinə aparıb onu yaza bilərik. X kvadratın yerinə. Amma bunu açıb yazsaq, məncə daha əlverişli olar. Məsələn, açıb yazsaq nə olacaq? X kvadratı belə açsaq, A minus B plus B kimi. Yəni, müxtəsər vurma düsturunu açıq və plus B kimi tətbiq eləsək. X üstəgəl Y üstəgəl Z çıxı Y olacaq X üstəgəl Y-lər gedər. Bəli, X üstəgəl Z düz oldu, Y-lər getdi. Bəli. Vurulsun. Bir dəfə də X üstəgəl 2Y üstəgəl Z. 2Y. Eyni qayda ilə biz məxrəc üçün də Y kvadratını əvəz etsək, X üstəgəl Y üstəgəl Z mörtəzənin kvadratı çıxılsın, X kvadratı burada yazsaq, buradan da bərabər qoysaq, burada olacaq X-lar gedəcək, bir də yazmayaq. Y üstəgəl Z, bir dəfə də toplayanda 2X üstəgəl Y üstəgəl Z alacaq. Və sualımızın yerində, əgər X kvadratının yerinə aldığımız X üstəgəl Z vurulsun X üstəgəl 2Y üstəgəl, bu 2-dən yaza bilmirəm 2-ni burada məsələn. Z yazsaq, üstəgəl X üstəgəl Z-in kvadratını yazsaq, fikir verin, vuruqlarına ayrılma gedəcək. Buradan da aşağıda yenə eyni Y kvadratının yerinə aldığımızı qoysaq, 2X üstəgəl Y üstəgəl Z üstəgəl Y üstəgəl Z-in kvadratı. O da bərabərdir. Vuruqlarına ayırmanı davam elətdirirsə, X üstəgəl Z çıxarsaq, mörtəzənin kənarında qalacaq X üstəgəl. Onlar gedəcək, X plus Z bölünsün, Y plus Z qalar. Bəli, bax. Yəni onu bu formada da yazmaq olar. Bax, bunlar eyni şey olacaq. Eyni şey oldu. Baxsaz görəcəksiniz və cavabı X üstəgəl Z bölünsün, Y üstəgəl Z aldıq. Yəni əslində mən cavabı bilirdim ki, bu olacağını demişdim. Bunun ikisiz olan halı olacağını. Belə. Demək, bu formada bunu yazmaq olar. Bu formada yazmaq olar. Demək, burada da biraz bir kəsirdə, ümumiyyətlə bir kəsir sualı verilirsə,
mütləq o kəsirin vurğulara ayrılmış halı yaranır və ixtisar baş verir. Bunu da təbii ki, burada indi heç nə yoxdur. Gərək əlimizdə material olsun. O da x kvadrat y kvadratı bərabərdir mötərizənin içində x üzəri y üzəri z mötərizənin kvadratıdır. Ondan istifadə etməliyik. Burada da biz çalışdıq ki, yəni sağa ataq. Bu da deməli bizim kök mövzusunda diqqətli nəyə diqqət edəcəyik? Birinci düsturları bilməliyik. O heç n-ci dərəcədən köklərdə məsələn nəyi vurmaq olar, nəyi vurmaq olmaz. Məsələn bir kökün altında nəyi yazmaq olar, nəyi yazmaq olmaz. Təbii ki, dərəcə 2-dən böyük bərabər götürəcəksiniz. N-ci dərəcədən A vurur və burada da A-nı B-ni 0-dan böyük bərabər götürəcəksiniz. Cüt dərəcəli köklərdən mənfi çıxmadığını nəzərə alsaq, yəni məsəl üçün mənasız kimi götürəcəyik. Həqiqi ədədlər çoxluğunda, məsəl üçün -5-in həqiqi ədədlər çoxluğunda mənası yoxdur. Ona görə də çalışacağıq ki, bu nüansa diqqət edək. Sonra mənfi ədədin üstündə kəsr üstü qüvvətin mənası olmadığını yadımızda saxlayacağıq ki, yəni sabahları mənasız olanları da bunu çıxar. Bu belə. Kök düsturlarını yazmaq istəmirəm, amma ümumiyyətlə dərəcələri neçə dənə dərəcə verir versin, neçə dərəcə verir versin. Yəni kökün altındakı ifadə əgər bu köklərin altındadırsa, bir-birinə vurub yazacağıq. İndi bizə lazımdır ən çox bizi çətinə salan mövzulardan biri. Yəni hansıdır? Məsələn, mürəkkəb kök alma. Mürəkkəb kök alma, tutaq ki, biz hər hansı bir 5 üstəgəl 2 kök altında 3 mötərizənin kvadratını görəndə, təbii ki, bunu modulda 5 üstəgəl 2 kökdə 3 yaza bilərik və oradan da bu çıxır. Amma indi bunu açıq şəkildə versə, yəni kvadratı yüksəldib, bunu 25-dir, bu da 12-dir. Yəni 25 ilə 12, 37 üstəgəl, deməli 20 kökdə 3 versə və bizdən tələb eləsə ki, bunu sadələşdir, yəni misalın içində bunu sadələşdir və biz onda gərək bunu bu şəklə salaq. Bu şəklə salaq ki, cavabı alaq. Bunu alaq. Bəs biz onu necə tez edə bilərik? Əslində burada 37 A kvadratı ilə B kvadratının cəmidir. A üstəgəl B mötərizə kvadratı ki, burada yazılır. Yəni A kvadratı ilə B kvadratının cəmini 37 kimi yazırlar. 2-ni də A-ya B-yə vuranda burada aldığımızı yazırlar. 2AB-ni göstərmiş olur. Biz bunları başa düşsək, təbii ki, anlamış oluruq. Bəs həll eləyəndə qısa yolu necə gedəcək? Bax, indi qısa yolu getmək üçün biz çalışacağıq bu düstura müraciət edək. Hansı düsturdur o? Tutaq ki, 2 kök altında B deyək. İndi B əvəzinə, A əvəzinə başqa ədədlər, hərflər də yaza bilərsiniz. Deməli, burada çöldə 2 olmalıdır, 2 vurulsun kök altında olmalıdır və bu kökdən heç nə çıxmayan halda biz sadəcə olaraq 2 ədəd fikirləşəcəyik, bunları bir-birinə vuranda B-ni versin və toplayanda A-nı versin. Əgər bunu aldıqsa, Modulda kök altında n plus minus kök altında n. kökdə m üstəgəl kökdə n yazacağıq. Bunu niyə modulda yazırıq? Çıxma olanda təbii ki, səhv getməsin deyə. İndi isə biz həmin bu buranı götürürük. Tutaq ki, 37 üstəgəl 2 kökdə 23-ü necə fikirləşməliyik? Onu baxaq. Əgər biz əvvəlcə aşağıdakı düstur formasına salırıqsa, onda belə yazacağıq. 37, burada 2-ni saxlayacağıq. Yerdə qalan 10-u kvadratı yüksəldib içəri vuracaq. Sizə böyük kimi gələ bilər, amma burada sürətli şəkildə Viet teoremi kimi fikirləşəcəksiniz. Məsələn, nəyi nəyə vuranda 300 verəcək, toplayanda 37 verəcək. Aralarında 37 fərq olmalıdır. Təbii ki, 325-ə zada bölünür. Yəni, bunlar diqqətinizdə olmalıdır. Yəni, biri var ki, 3 vurulsun 100 yazasınız, aralarında çox böyük fərq var. 5 vurulsun 60 yazasınız, yenə arasında çox böyük fərq var. 25-ə bölündüyünə görə, məsəl üçün, 25 vurulsun 12 olur və 25-dən 12-nin toplamı 37-ni verir. Yəni, burada artıq biraz təcrübə, yəni çoxlu, belə deyək, ədədləri bir-birinə sürətli vura bilmək və bir də yəni 37-nin arasında fərq 37 olmalıdır. Yəni bunu düşünmək lazım. Bunu tapdınsa, deməli kökdə 25 üstəgəl kökdə 12 cavabını almış olursan. Yəni artıq mürəkkəb kök, kökün altındakı kök itir. Bunu yaxşı yadda saxlamaq lazımdır və eyni zamanda bir misalın içində yəni 2 dəfə təkrar verə bilər. Məsəl üçün bunu sileyim, buranı götürüm. Məsələn, tutaq ki, bizə kök altında bir də 2 verilməsə nə edəcəksiniz? Məsələn, tutaq ki, 1 üstəgəl kökdə 3 veribdir. İndi 1 tutaq ki, olmaya bilər, məsələn deyək də, 1 üstəgəl kökdə 3 verir.
Təbii ki, mən burada 2 yaratmağa çalışıram. Ona görə də 2-yə vurub bölürəm. Yəni bunu bu formada yazacağam. Burada indi 1 olmasın, çünki çıxmasın. Kökdən çıxmır axı belə olanda. Kökdən 3 1 eləyir. Məsələn 2 üstə ya kökdə 3 olsun. Tamam, onda bura 4-ə gəlir çıxır və bu zaman siz Müəllim, məxrəci Hı -hı. kök adlı 2-yə bölürük, yoxsa 2-yə? Hə, Əgər biz o kökün altına girəndə. bəli, əgər biz kökdə 2-yə vurduqsa, yəni ümumi kökü kökdə 2-yə vurdum, kökdə 2-yə böldümsə, dərəcələr də eyni olduğuna görə biz kökün altında normal şəkildə 2 vurulsun 2 üstə ya Aydın. kökdə 3 yaza biliriksə, onda demək düz yazmış. Tamam. Bir dəqiqə. Ha. Burada deməli biz yuxarıda nə alırıq? Zaten ikisi var. 3-dən 1-in cəmindən ibarət olur. Bəli. Deməli burada gördünüz nə kök etdi? Xarici radikal itdi. Xarici radikal itirsə, deməli bizdən soruşulana nail olur. İndi burada qoşmasına vurulur. Kökdə 2-nin qoşması təbii ki, kökdə 2-nin özüdür. Burada 2 qalır. Burada da kökdə 2-yə vuranda kökdə 6, burada da kökdə 2 olur. Belə bir kəsir almış olur. İndi qoşmasına söhbət düşmüşkən, məsələn 3-cü dərəcədən 2-nin qoşması nədir? 3-cü dərəcədən kökdə 2-nin qoşması. Dörd. Kök adlı 3-cü elə eləməliyik 8 olsun. Bəli. Necə Bax, burada yazmalıyıq? dərəcədən Dərəcədən 4. bəli, dərəcədən biraz balaca, yəni ki, belə deyək, burada 1-dirsə, 3-dən 1-i çıxırsınız, 2-nin başına yazırsınız. Eyni kökdə yazacaqsınız, və s. Əsas odur ki, buranda geçsin. Deməli, gəlin belə bir misallara diqqət edək. Məsələn, bir var, bizə verir, məsələn, belə bir şey olsun da, nə olsun, belə bir. Məsələn, tutaq ki, istəyirəm biraz çətini, biraz da yüngülünü. Məsəl üçün, çox çətin olmayan bir sual. Məsələn, buna tez-tez rast gəlmisiniz. Məsələn, belə suallar olur. Məsəl üçün, davam eləyir, və bu formada gedir. Bu nöqtələri qoyuram. Və burada, tutaq ki, neçəyə kimisə davam edib. Məsələn, 2025-ci ildəyik. Keçəcək 2026-cı ilə. Məsələn, gətirirəm, bura yazıram. İndi görək, alınacaq mı? Yox, cüt. Tək cüt. Bəli, düz oldu. 2026. Tamam. Yəni beləncə gələcək. Tamam. 2026-cı ilə qədər gəldik. İndi bunu deyir sadələşdir. Biz bu nə edə bilərik burada? Müəllim, orada 2024 olmur. Nə üçün? Axı kök adlı 3, kök adlı 2, kök adlı 2025 və 1 vahid azalmalıdır. Düzdür. Mən onu artıq yazmışam. Düzdür. 26-ın birinci 26-cı ilə keçənməyəcək də, onda 26-cı ilə keçənməyəcək. Burada istəyirəm cüt olsun. Sağ tərəfdə cüt olsun. Doğrudur. Yəni orada 2024 yazmalıyıq ki, misal ümumi uyğun gəlsin. Bir aşağı salın. Düzdür. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Məsələn, mən 2024-ü birinci kimi fikirləşib 2025-i ikinci kimi fikirləşə bilərəm, amma ümumi yazılış qaydasına görə böyük kiçik yazmışam. Bəli, belə də keçsin. Amma əslində yaza Yenə bilərəm. mənim qoşmasına Bir-bir qoşmalarına vurub bir aşağı alacaqdım. Bəli. məxrəc 1 alınar, sürətdə qoşması qalar. Bəli. Yəni bu cür misalda, yəni uzun görsək də belə biz qoşmasına vuracaq. Qoşmasına vuranda kökdə 2 çıx 1 alınacaq. Çünki məxrəc itəcək. Kökdə 3 çıx Mənfi 1 qalacaq, qalanları gedəcək. Bəli, bu formada gedəcək. Ən axırıncıda da kökün altında 2025 çıxılsın, 2024 olacaq. Biz də burada nə görürük? Yəni belə deyək, kök bir dəqiqə. -1 də var axı orada. Kökdə 2 gedir. Sonra kökdə 3-lər gedəcək. Bu formada gedəcək. Ən kiçiyi qalacaq. -1 ən kiçik olaraq qalacaq. Bir də burada kim qalacaq? 2025 qalacaq. Bax bu gedəcək. Bəli. Bax bunu diqqətdə saxlamaq lazımdır. Yəni bəzən biz çaşırıq ki, nə gedəcək, nə qalacaq. Və cavab bu olacaq. Kökdə 2025 çıxılsın 1 olacaq. Aydındır? Bu formada bir suala baxdıq. Növbəti bir suala baxaq. Burada bir dənə sual var. Hansı hardadır? Mənim şərt verir məsələn də. Mən MHŞ-mə baxıram, kitab gözümün qabağında. Məsələn, deyir ki, A kiçikdir 2 olarsa, ifadəsini sadələşdirin, kökaltı bir ifadə verib, A kubu, istəyirsiniz, yazmaq istəyirsiniz. Yazıram. A kubu Hı. çıxılsın A kvadrat, çıxılsın 8.
üstəgəl 12. 8 verir. Burada A kiçik Sadəcə 8 verir. 8A, bir də Ha, 12. deyirəm də o anı yazmayanda, yəni bir səhv olacaq. 8-ə üstə 12. Nə Deyirəm ki, deyir? burada deyir o ifadəsini sadələşdirin. Tamam. Mən burada A kiçikdir 2 şərtinin verilməsi nə əhəmiyyəti var? Mən onu bilmək Əhəmiyyətli istəyirəm. odur ki, cüt dərəcəli kökün altı mənfi olar. Əgər biz 2 və ondan böyük qoyarızsa. Məsələn, bunu Yəni onu bildik vəssalamda, yəni o bizim təbii işimizə ki, yaramır. o bizim işimizə ona görə sonradan necə yarayır? Biz bunu modulda açmalıyıq. Əgər biz kökdən çıxartmaq istəyiriksə. Məsələn, bax indi 2-ni qoysam 8 eləyir, burada 4 eləyir, burada 16 eləyir, burada 12 qalır. Məsələn, 8-dən 4 çıxanda 4 eləyir, 4-dən də 16 çıxıb üstə 12 gəndə 0 eləyir. Deməli, o 0 sərhəddir. Həmin sərhəddə 0-dan böyük olsa kökün altı məna var, 0 da olsa məna. 0-dan kiçik olsa məna yox. O mütləq lazım. Yəni, bəzən görürsən ki, heç şərt qoyulmur. Şərt qoyulmadı, ya özün bilməlisən şərti ki, mənasını tutasan. Bu ifadədə bu olmalıdır. Toplularda bu var. Yəni, belə şeylər. Çox diqqətli olmaq lazımdır həmin şeydə. Ya da kökün altı həmişə müsbət qiymətlər alır. Yəni, A-dan asılı deyil. Cüt dərəcəli kökdür. Kökün altı həmişə tək dərəcəliyə bunun aidiyyəti yoxdur. Ona görə biz belə yazırıq da, əgər cüt dərəcəlidirsə, məsələn, kök cüt dərəcəlidirsə, biz bunu mütləq modulda yazmalıyıq. Tək dərəcəlidirsə, məsələn, tutaq ki, n natural ədədlər üstəgəl qoyaq da, a üstü 2n plus 1 olanda biz bunu modulsuz açmalıyıq. Bunun məqsədi də odur. Yəni, məsəl üçün, kök altında -3-ün kvadratı verilibsə, bu -3 kvadratı verilibsə, mən bunu normalda kimsə 9 eləyib sonra 3 çıxardır. Amma sabah böyük ədəd olanda, məsələn, -59-un kvadratı, 69-un kvadratı məsələn. Biz bunu bir də 69-un kvadratı yüksəldəsi deyirik ki, bilirik ki, 69 çıxacaq. Hərflərdə biz bilmədiyimizə görə, hərflər iki formada açıla bilir. Yəni, əgər -69 yerinə yazacaqsaq, 69 çıxsın deyə qabağına mənfi qoyuram ki, düz gəlsin. Yəni, A mənfi olan hallarda belə olur. A müsbət olan hallarda belə olur. Bəli. A-nı məsələn -5 götürəndə də yenə ödənmir, axı mənfi alınır. Niyə? -5 Burada 2-dən misalda təbii ki də, bəs ona görə yox, -5 olanda niyə alınmalıdır? Yox, niyə alınmasın? -5-in kubu -125. Bəli. 20 çıx 25 üstəgəl 40 üstəgəl 12. Onda bəlkə mən misala baxmamışam. Bəlkə misalda 2-dən kiçik, neçədənsə böyük yazıb. Baxın bir dəqiqə. Məsələn, -5 götürsək -125. -5 götürəndə şərt elədi, amma bilmirəm, 25. səhvlik var yoxdur. Bəli, səhvlik var. -5 götürəndə 40 üstəgəl 12. Bəli, o neçədənsə kiçik, neçədənsə böyük olmalıdır. İndi o bilmirəm orada nə veribdir. Yəni başqa heç bir şərt qoyulmayıb da. Yox, yazıb ki, A kiçikdir 2 olarsa, kök altında ifadəsini sadələşdirin. Tamam. Cavablarda da A-2 vurulsun kök altında, Tamam. məsələn, A+3, mənfisi falan belədirsə. Ha, aydındır, aydın. Məsəl üçün biz burada nə edə bilərik? Belə bir fikir, yəni ki, biz burada vurğularını ayırmağa çalışırıq. Vurğuları ayırmada çətinlik çəkə bilərik. Yəni məsəl üçün burada bu ifadə var. Yəni biz nəyə çalışırıq? Nəyinsə kvadratı olsun. Nəyinsə kvadratı olsun. Yəni biz oradan nəsə çıxardaq. Məsələn, necə çıxarda bilərik? Fikir var? Müəllim, biz yenə orada bir kökünü açılsın 2 olaraq götürsək bəs. Açılsın ki, bayaqki kimi. Açılsın kimi, kubu kimi fikirləşsək, burada açanda A kubu çıxılsın. Yəni 3-ü vuracağıq, tutaq ki, A-nın kvadratı vuracaq 2-yə, 6A kvadratı. Düzdürmü? 3 üstə gəl olacaq neçə? 4 vursun 12A. Bəli, 12A çıxılsın 8. Və indi bunu tamamlamaq üçün bura nə lazımdır? 5A-nın kvadratı lazımdır. Məsələn, burada tamamlamaq üçün -8A olsun deyə çıx 20A lazımdır bizə. Təbii ki, burada da nə lazımdır? Yəni, müsbət 12 olması üçün 20 olması lazımdır. Buradan da 5-i çıxartsaydıq mörtəzənin kənarına, A kvadratı çıxılsın 4A üstə gəl 5 ala bilərdik.
Yox, 5 yox. 4 ala bilərdik və buradan da müxtəsər vurma düsturu alırdıq. Bəli. Demək ki, eyni qaydanı burada da tətbiq edə bilərik. Və bu zaman A çıxılsın 2 mörtəzənin kubu üstə gəl 5 vurulsun A çıx 2 mörtəzənin kvadraты. Fikir verin, görürsünüzmü? Bayaqki misala, yəni necə parçaladıq, yəni bir də oturub onu fikirləşmədik, bu qaydanı tapdıq. Deməli, buradan da kökün altında A çıx 2-nin kvadratını elə bir ki yazsaq, vurulsun A çıx 2 üstə gəl 5 alınır. A çıx 2 üstə gəl 5 də bizə verir A üstə gəl 3-ü. Nəyi verir? A üstə gəl 3-ü. Əslində burada mən indi şərti düzəlişdirəcəm. Şərtdə nə olacaq düzəlişdirəndə? İndi onu deyəcəm. Baxın, kvadrat olduğuna görə bu həmişə müsbətdir. A çıx 2 mörtəzənin kvadratı həmişə müsbətdir. Demək bizdən A üstə gəl 3-dən asılıdır. A üstə gəl 3 nə deməkdir? A üstə gəl 3, A üstə gəl 3. Kökün altında qalacaq. Kökün altında qalacaq. Bunu şərti ona görə davam elətdirməyiblər ki, bizə ancaq A çıx 2-nin axı burada çıxardanda A çıx 2 qalır, çıxır. A üstə gəl 3 kökün altında qalır. Bizə bunu ona görə şey eləyiblər ki, biz bunu eləyək. Zaten kökün altına -5 qoyanda məna yoxdur. Yəni o da deyir ki, sən özün bilməlisən də A üstə gəl 3, A üstə gəl 3 mənalı olmalıdır kökün altında. O baxımdan verməyibdir. Amma məsəl üçün adətən abituriyentlər üçün həmişə onlar qeyd olunur. Yəni ki, məna olsun. Amma yenə də olmaya bilər. Belə hallarda olmaya bilər. Çünki kökdən heç nə zaten A çıx 2-ni çıxardıram təkcə. A çıx 2-ni də çıxardanda şərtə görə çıxardacağıq. 2-dən kiçik halda, yəni neçəyə kimi gedir getsin. Demək, indi biz desəydik ki, neçəyə kimi gedəcək? Kim deyər? Neçəyə kimi getməlidir? Nədən böyük bərabər olmalıdır? Mənfi 2-dən. Bəli, Mənfi özü də bərabər olmaq şərti ilə. Yəni bu formada verə bilərdi. Deməli biz burada 2 çıxa yazmalıyıq. Mörtəzədə vurulsun kök altında A üstə gəl 3. Yəni əsas bunun necə çıxmalı olması önəmlidir. Burada açıq 2 mörtəzə kubu bayaqki qayda ilə yenə də getdik. Bayaqki o verən misalı, məsələn, yeni qoşulan, məsələn, sonradan qoşulan hansı müəllim qoşuldu? Məsələn, o eşitmədi. Sonradan onun şeyinə təzədən yazısına baxar, həmin şeyi bir də görər və digərləri də əgər istəsələr baxmalıdırlar bir şeyə ki, yəni görürsünüzmü? Birdən görürsən ki, o tərəfdə dediyimi sonra təzədən başqa formada da təzədən deyirəm. Tamam. Başqa bir suala belə diqqət edək. Mən sizə belə bir sual verəcəyim. Məsələn, tutaq ki, bizə deyir ki, kökün altında 1000 vurulsun 1001 vurulsun 1002 vurulsun 1003. Məsələn, belə getdi. Bura qədər bəsdir. Üstəgəl 1. Məsələn, deyir ki, bu ədədi 9-a böldükdə qalığı tap. Yəni, bir növ belə təsəvvür edək də, bizdən ifadənin qiymətini tap deyir. İfadənin qiymətini tapsaq 9-a bölə bilərik, 5-ə bölə bilərik, 4-ə bilərik, bir qiymət tapa bilərik. İndi bu ifadədən, kökdən çıxma qaydasını necə bilə bilərik biz? Necə tapa bilərik? 99 plus 1 şəklində 1000-i belə yazsaq, 9-a bölünməsindən 1, 9-a bölünməsindən 2, qalıqları sonra toplayıb üstünə də 1 gəlib, onu 9-a bölünməsini tapmaq olardı. Belə misalda mənim təklifim, məsələn, 1000-ə bir x qoymağınızdır. 1000-ə bir x əvəzləməsi aparsaz, siz onda kökün altında x vurulsun x üstə gəl 1, x üstə gəl 2, x üstə gəl 3 alacaqsınız. Bu isə sizə əvvəl keçdiklərinizi xatırladacaq. Yəni, məsəl üçün, nədən nəyi bir vursa, məsəl üçün, deyək də, sərbəst hədlər bir-birinə toplananda eynisini versin. Məsəl üçün, hansından düz gəlir? 1-dən 2, bunun 0-dır da sərbəst həddir. Bununla birləşdirirəm və salam. Baxın, indi vurub açacaq. Vurub açanda x-i x üstə gəl 3-ə vurdum. X kvadratı üstə gəl 3x aldım. X üstə gəl 1-i x üstə gəl 2-yə vuranda x kvadratı üstə gəl yenə 3x aldım. Bu bizim deyək ki, əvvəlki mövzularımızda bunu demişdim. Bu formada yazandan sonra üstə gəl 1. Bundan sonra x üstə gəl 3x bizim bir t əvəzləmimiz olsun. Yəni qorxmayın bundan ki, nə qədər əvəzləmiz. T. Baxaq görək nə oldu? T vurulsun. T üstə gəl 2, üstə gəl 1 oldu. Bunu da bir də açsaq, olacaq t kvadratı üstə gəl 2t üstə gəl 1.
Bu da yığılanda müxtəsər vurma düsturu t üstə gəl 1 mötəzənin kvadratı. T üstə gəl 1 mötəzə kvadratı modulda t üstə gəl 1 çıxsa da t zaten müsbət ədəd olmalıdır. Çünki x-imiz 1000-dir. 1000-in də kvadratının üstünə 3 vur 1000 gələndə yəqin ki, müsbət eləyir. Bunu bilirik. T üstə gəl 1. İndi biz qayıdıb t-nin yerinə t neçədir? X kvadrat üstə 3x. X neçədir? 1000. Deməli, nə olacaq? 1000-in kvadratı üstə gəl 3 vur 1000 üstə gəl 1 yaza bilərsiniz. Və bu, əgər bizdən bu ifadənin qiymətini tap demiş olsaydı, ki 1000-in kvadratını, yəni 6-dan 0 1 milyon, 1 milyon, orada da 3000, 1 milyon 3001 olacaq. Düzdür? 1 milyon Müəllim, 3001-dən niyə bir də plus yazdı? aslını Müəllim, 1 plus 1 yazmışıq axı. Sadəcə 1000 kvadrat plus 3 vurulsun 1000 yazmamalıyıq t tapmaq üçün. t üstə gəl 1 var axı. Bizim cavabımız nə oldu? T üstə gəl 1. Bəli. Mən də t-ni qoydum. Bu da 1-i də əlavə elədim. Ola bilərdi. Yəni belə səhv eləmək olardı, amma yəni burada düz eləmişik. Demək 0 0 bir dənə də 0 olmalıdır. Yoxsa bir dəqiqə nəsə 1 milyon 3001 olmalıdır. Tamam, yox, düz oldu. 1 milyon 301. 3-dən 3-dən ayırdım. Yəni, məsələn, indi bunun 9-a bölünməsindən alınan qalıq desə, təbii ki, rəqəmlərin cəmi 5. 5-ə bölünmədən alınan qalıq desə 1. İndi düzdür, 5-ə bölünmədən kök olduğuna görə biz bunu köksüz eləmirik. Məsələn, kimsə deyə bilər ki, mən elə belə tapıram da. Məsəl üçün, burada 1 alınır, 9-a böləndə, burada 1 alınır, 2 alınır, burada nə bilim 3 alınır, burada 4 alınır. Bunları bir-birinə vuraram. Məsəl üçün, toplayaram 25, sonra baxaram, yox, o düz gəlmir. Çünki kök var. Demək, kökdən çıxarmaq lazımdır ki, sonra bunu həll eləyə bilək. Aydındır? Bu belə. Bir dənə belə bir sual verim. Görək bunu kim fikirləşə bilir özünüz üçün. Məsələn, biz tutaq ki, kökdə 2-dən başlayaraq ardıcıl yazıram ədədləri. Kökdə 2-dən başlayaraq yaza-yaza gedirəm. Məsəl üçün, gəlirəm, indi 2025-də də, 2025-də dayan. 2025-də. Soruşam ədədlərdən neçəsi rasionaldır və yaxud neçəsi irrasionaldır. Necə dəyərsiniz? Neçəsi rasionaldır, neçəsi irrasionaldır? Neçəsi rasionaldır? Tutaq ki. Məsələn, mən olsam birinci araşdıraram da. Məsələn, kök haqqı 4 rasionaldır. Doğrudurmu? Bilirik, kökdən çıxır. Kökdə 4-dən sonra nə gəlir? Kökdə 9. Bu məntiqdən nədir? 2-ni verir, 3-ü verir, 4-ü verməlidir demək ki, növbəti 4-ün kvadratı 16 olur. Doğrudurmu? Və bu formada getməli. Yəni, dərhal deməlisiniz ki, burada bu ədədlər zaten kökdə 4, kökdə 9, kökdə 16, kökdə 25 gedəcək. Ən sonuncu görən nə gedəcək? Bunu deyin, ən sonuncu. Bunu tapmaq üçün necə fikirləşərsiniz? 5 eləcə olacaq. 5-in kvadratı. 2025 nəyinsə kvadratıdırsa, hə. Bəli, 45-in kvadratıdır. Afərin. Bəli, Çünki 45-i 45-ə vuranda, 45-in kvadratı olanda bu 4-ü 4-dən sonra 5 gəlir. 5 bəli. 4-də 20. 25. Bu digər ədədlərə də aiddir. Ha, baxın. 79-u məsələn 71-ə vura bilərsiniz. Eyni qayda ilə 7-ni 8-ə vurursunuz, 56. 9-u da 1-ə vurub, amma 2 rəqəm yazmalısınız. Məsələn, bu 88 vurulsun, 82-də də yaza bilərsiniz. 8-i özündən sonra gələn 9-a vurursunuz, 72. Bu 8-də 2-yə vurub 16 yaza bilərsiniz. Bu 45-ə aid olan qayda belə də təkrar mərtəbəsindəki rəqəmlərin cəmi onu verməlidir. Digər mərtəbədəkilər eyni olmalıdır. Məsələn, 121 vur 129-a da aiddir bu dediyim qayda. Çünki təkrar mərtəbəsindəki rəqəmlərin cəmi onu verir. Yəni, bu indi onu dediniz deyə dedim. 45-ə aid olan qayda əslində bu bütün bu ədədlərə də şamil olur. Bunu biləsiniz. Belə. Deməli, indi onda belə çıxır ki, 45-də dayanırıq da. 45-də dayanırıq. Neçədən ədəd olur ki? Neçədən ədəd olur? Bu hasandır. 44 dənə. Bəli. Çünki birdən başlasaydı 45-dən olardı. Bunu silirik, deməli 44-dən olur. Bir də böyük çox axırdan əvvəl çıxım, nə bilim, aradakı fərqə bölüm üstünə bir gəlim deməyə də ehtiyacımız
Yoxdur. Deməli bu da bizim indi yerdə qalanları da əgər burada neçə dənə ədəd varsa, təbii ki burada 2024 dənə yuxarıda bir misalda ədəd var. Yerdə qalan demək irrasional ədəddir. Oldumu? Yəni bunu da beləcə yadımıza saxlayaq. Yaxşı. O Müəllim, bilər ki, bəli. mürəkkəb kökə aid bir iki dənə misal eləyərdik. O mənə aydın olmadı, yaxşı Əla. çatmadı. Əla. Onda bir iki dənə misal ona mürəkkəb kökə aid eləyək. Məsəl üçün belə baxaq da. Tutaq ki, topluda belə misallar var. 7 üstəgəl 4 kökdə 3. Məsəl üçün çıxılsın, kökün altında 7 çıxılsın, 4 kökdə 3. Abituriyentlərin imtahana düşmüş suallardandır. Məsələn, bu cür suallar verilibdir, blok imtahanına düşüb. Məsəl üçün biz burada bunu 2 yolla eləmişik. Əgər 2 dənə ifadə varsa, yəni ortasında toplama çıxma varsa, bunu bir yolu x-a bərabər götürürük, x-a bərabər götürürük. Sonra çalışırıq ki, tərəfləri Kvadrata da bərabər. bəli, kvadrata yüksəldək. Bu yolda kvadrata yüksəldəndə birincinin kvadratı 7 üstəgəl 4 kökdə 3 olur. Çıxılsın, 2 vurulsun, bu vurulsun, bu üstəgəl o birisi. 7 çıxılsın 4 kökdə 3. Bunu da yazanda burada ki köklərin altındakı ədədlər qoşma kompleks ədədlərdir. Kompleks deyirəm. Yəni demək olar. Bəli, qoşma ədədlər. Tamam. Buradan bunu da bir-birinə vuracaqsınız. Heç baxmadım. 7-nin kvadratı 49-dur, 48 edir. Bəli, düzdür. Yəni elə eynisi belə bir misal düşmüşdü, yadımda da qalıb. Bunlar gedir, 7-nin üstünə 7 gəlir. 14 çıxılsın 2, kökün altında bir-birinə vuranda 49 çıxılsın 48 edir, o da 1 verir. Biri də istəsəz 2 vur 1 yazırsınız ya da yazmırsınız, öz işinizdir. Buradan x kvadrat alırsınız. İndi burada bir şey qalır. 12, x kvadratı oldu 12. Əgər səhv yazmamısınız. Tamam. Bunu yazandan sonra x-in 2 qiyməti var burada. Biz hasını götürməliyik. Mən müsbət kökdə 12-ni ona görə götürürəm ki. Müsbət kökdə 12-ni ona görə götürürəm ki. Çünki bu müsbət ədəddir. Bu da zaten müsbət ədəddir. Çünki kökdən mənfi çıxmayacaq da. Amma bu böyük ədəddir. Soldakı böyükdür sağdakından. Böyükdən də kiçik çıxanda müsbət eləyir. Əgər yerləri dəyişik olsaydı, 7 minus 4 kökdə 3 çıxılsın olsaydı, kök altında 7 plus 4 kökdə 3, onda mən mənfisini götürərdim cavabı. Çünki deyərdim kiçikdən böyüyü çıxanda cavab mənfi verməlidir. Tamam. Bu birinci üsuldan həlli. İkinci üsuldan həlli. Deyə bilərsiniz ki, mən elə həmişə belə eləyim də, bir də niyə əziyyət çəkim ki, ola bilər ki, imtahana da düşmüş sualdır. Məsəl üçün, mən bayaqları attığımda imtahana oxşar sual salmışam. Yəni, imtahanın tam eynisi, rəqəmləri eyni olan suallar salmışam. Amma ona yaxın suallar salmışam. Ona görə, belə deyək, mürəkkəb kökü bilmək lazımdır. Hökmən bilmək lazımdır. İndi, buradan sonra bu yoxdur, bu da yoxdur. Bunlar ümumiyyətlə verilməyib. Tamam, tutaq ki, verilməyib. Məsələn, mən nə edirəm? Mən bayaq qayıdıram öz düsturuma. 7 ilə işim yoxdur. 4-ü 2 vur 2 yazıram. Hələlik sağ tərəfi yazmıram. Bunları yazmıram. Buradan çalışıram ki, mən öz düsturuma gəlim. 7 üstəgəl 2 vurulsun. Bu 2-ni isə kökün altına salacaq. Vuruğu kökün altına salmaq üçün həmin dərəcədən qüvvətə yüksəltdik. Nəticədə aldığım şey nədir? 7 üstəgəl 2 vurulsun, kök altında 4 vur 3-dən 12. Aha. Biz hansı düstur axtarırıq? Biz axtarırıq ki, A-nın yerinə nə olur olsun? Kökün altında da nə olur olsun? Amma burada 2 olsun təkcə. Düzdür, üstəgəl də ola bilər, çıx da ola bilər. Hər iki halda bu düstur keçərlidir. Yəni plus minus 2 kökdə B, 2 kök altında B olanda biz çalışırıq ki, kökün altındakı ədədi parçalayaq. Amma necə parçalayaq? Elə parçalayaq ki, vuranda 12-ni versin. Məsələn, 2 vur 6, 1 vur 12, 4 vur 3. Amma həmin bu parçaladığımız ədədləri toplayanda 7-ni verməlidir. Əgər verirsə, demək düz parçalamışıq. Əgər parçalama baş verdisə, cavabda nə yazarıq? Cavabda mütləq modulda həmin bu 4-ü kökdə yazmaqdan, həmin bu 3-ü kökdə yazmaqdan çıxardırıq. 4-dən də 2 çıxır, 2 üstəgəl kökdə 3 olduğunu başa düşürük. Desəz ki, bəs bu ifadədə nə olacaq? Təbii ki, 2 çıx kökdə 3 olacaq. Çünki ortada bir dənə çıxma baş verir. Başqa heç bir şey dəyişmir. Eyni qayda ilə gedirsiniz. Əgər bunu anladıqsa, biz onda belə bir şey yazacağıq. Deməli, bura alınır 2 üstəgəl kökdə 3. Çıxılsın
Mötərizədə burada da alınır 2 çıxılsın kökdə 3. Amma böyükdən kiçiyi çıxmağı, yəni moduldan çıxartmağı yaxşı düşünək. Bu da bərabərdir. Daha burada x-a bərabər götürmürəm. X-a bərabər götürsək işimiz zorlaşacaq da, yəni bayaqki yola getməliyik. Deməli, indi bunu açanda 2-lər gedir. Kökdə 3-ün üstünə kökdə 3 gələndə 2 kökdə 3 olur. Bayaq da elə kökdə 12 almışdım, onu da 2 kökdə 3 yazmışdım. Yəni demək ki, mürəkkəb kökdə məqsəd həmin düsturu yaratmaqdır. Siz ona çalışacaqsınız. Mürəkkəb kökdə məqsəd həmin bu 2 vurul A üstə gəl kökün altında. A üstə gəl 2 vurulsun kökdə B-ni almaqdır. Aydın oldu? Tamam. Bəli, müəllim. Hə, yəni Cəmi bəli. hasili də kök altındakıdır. Cəmi birinci ədədi verməlidir, hasili də kök altındakı. Bəli, bəli. Amma hökmən elə ki 2 vurulsun yaratmalısınız kökün altı. Yəni o çöldə 4 vurulsun qalmasın, 6 vurulsun qalmasın, 8 vurulsun qalmasın. Ona çalışacağıq. Bir dənə də misal yazaq. Məsələn, 3-cü dərəcəli köklərlə bağlı bəzən misallar olur. 3-cü dərəcəli misallardan bağlı. Yəni məsələn topluda da var bir şeylər. Məsələn cürbəcür olur. Məsələn 3-cü dərəcədən məsələn deyək ki, mənim bildiyim, yadımda qalan belə bir misal var. Bunun cavabı 1-i verəcək. Bu üstə gəldiyi var, çıxdı. Deməli, bunun cavabı 1-i verəcək, amma necə verəcəyini deyil. Məsələn, topluda da buna oxşar bir dənəsi var. Abituriyent jurnalına düşmüş idi model testlərdə. Məsələn, bunu hesabla deyir və uşaq burada deyir ki, mən bunu neyniyim? Bunu x-a bərabər götürürlər və sonra bunu kuba yüksəltməyə başlayırlar. Oldu mu? Kuba yüksəldəndə, amma x-a axtaracağımızı bilirik. Niyə kuba yüksəltdik? Dərəcə 3-dür, ondan kuba yüksəldirik. Bu zaman birincinin kubu, yəni birinci kök etdi. Ki, A kubunu yazdım. Siz B kubunu axırda yazın, yaxşı. Çıxılsın 3 vurulsun, bayaq dediyim kimi. Birinci kök vurulsun, ikinci kök yazmalıyam. Bu hansı haldır? Bir də deyim. A çıx B mörtəzə kubu olanda biz A kubu çıxılsın 3A vur B mörtəzədə A çıx B yaza bilirik. Üstə çıxılsın B kubu. Bax, bu qaydanı tətbiq edirəm. A-nı B-yə vururam. Birbaşa vursa, bu, baxın, ki A minus B plus B-dir. A kvadrat çıx B kvadrat verir. Kökün altında kökdə 52-nin kvadratı 52-ni verəcək. 5-in kvadratı 25-i verəcək. Vurulsun, bir dəfə də bunu yazmalıyam. A çıx B. Yəni bunların fərqi. Bunların fərqinə mən x demişdim. Ona görə buna x qoyuram bura. Mövzu mörtəzədə yazdım. Tamam. Bir də çıxılsın B kubu olmalıdır. B də ikinci olacaq, kök itəcək. Nə olacaq? Kökdə 52 çıxılsın 5. Bu çıxılsın da bu çöldəki mörtəzənin xaricindəki çıxılsına görə üstəgəl olacaq. Birbaşa yazın. Üstəgəl 5. Bərabər x kubu. Yəni müxtəsər vurma düsturunu aşağıdakı düsturun köməyi ilə açdım. Burada kökdə 52-lərin getdiyini görürəm. Təbii ki, bunu hesablamalıyam. Bu 27-ni verəcək, verməlidir ki, 3 çıxsın. Yəni bilərəkdən rahat edəndə verir. 5 üstünə 5 gələndə 10 çıxılsın. Burada 3-ü vuracam. Oradan çıxan 3-ə 9, amma x də böyründə var. X də böyründə var. Bərabər x kubu. 2 verdiniz, bərabər x kubu. Desəz ki, bundan sonra nə olacaq? Bayaqları sizə dedim, çoxhəlli şəklində olan tənliklər, çoxhəlli, məsəl üçün, əmsalları cəmi sıfıra bərabərdirsə, o zaman köklərdən biri 1-dir. Vuruqlardan biri x sıx 1-dir. Və salam. Bu da 1-i verəcək. Çıxdı, getdi. Daha 3 dənə kökü var. Məsələn, bunun tutaq ki, biz məsəl üçün, deyə bilərsiniz ki, məsələn, bu da x kubudur. Məsələn, çoxhəllin dərəcəsi 3-cü dərəcəsə, burada 3 dənə kök çıxmalıdır. Onlardan biri x sıx 1-dir, hökmən. Ola bilər ki, kimsə gedər bu ifadəni, x minus 1-ə çubuqlu bələr, orada kvadrat alar, nədir onun adı, tənlik, yəni kvadrat üçətli alar. Və onu da diskriminantı mənfi olar, yəni orada i ilə bağlı çıxar. Amma bu misalda və yaxud da diskriminant mənfi olanda i ilə bağlı bura keçərli olmur. Yəni x bərabəri 1 olacaq. Yəni bu cür tənliklərdə adətən bərabərliklərdə hesablayın deyəndə cavab 1-i vermiş olur. Bax, bunu da, yəni kub lazım olanda kuba yüksəltmək lazımdır. Aydındır. Demək, köklərlə bağlı bir də bunları deyim, onsuz da birazdan zoom atacaq, yəni qutaracaq da.
Belə. Məsələn, tutaq ki, bizə verir ki, 30 üstə gəl, belə getdi 30. Əslində bu yəni kök görünsə də, yəni o qədər köklə bağlı topluda belə bir sual yoxdur, amma yenə də bunu bilək. Məsələn, bu 3 nöqtə nə deməkdir? Sonsuz sayda davam edir. Bunun qısa yolu əgər ardıcıl natural ədədlərin hasilidirsə, böyük ədəd cavaba gedəcək. Kiçik ədəd ortada çıx olanda yazılacaq. Əgər ortada çıx olsa, hamısında çıx olsa, biz cavabı 5 götürəcəyik. Bu qısa yolu ardıcıl gələndə belədir. Amma deyək ki, ardıcıl gəlməsə və yaxud da yadımdan çıxsa, bunu necə isbat edəcəm, onu indi deyirəm. Məsəl üçün, biz natural ədədlərdə demişdim, səhv eləmirəmsə, ümumiyyətlə bir dənəsini buradan götürəndə, bir dənəsini qırağa qoyanda, yenə də həmin bu təkrar elə ki, okeandır da, okeandan bir damlanı götürdüm, qırağa qoydum. Bu okean dəyişmir. Həmin okeanda qalır. Sakit okeansa yenə sakit okeandır. Məsələn, heç kim demir ki, suyu azaldı. Deməli, bunun cavabını x qoyanda, deməli, buna da x qoymuş olur o. Və həmin o ifadəni, təmiz bu ifadəni götürüb yerinə x yaza bilirik. Aydındırmı? Bu da bərabərdir x. Bundan sonra hər dəfə kvadrata yüksəlirsiniz. 30 üzəri x bərabərdir x kvadrat olur. Bu da kvadrat tənliyi alınır. Kvadrat tənliyi alınır. Və bayaqları dedim ya, ardıcıl natural ədədlər buradan alınır əslində. Yəni, buradan götürüb də yazırlar. 5, 6, biri də təbii ki, -5 olacaq. Yəni, biz 5, 6 baxırıq, böyüyünü götürürük. Çıx olanda, yəni prosesdə burada ev ki 30 çıxılsın x yaranır, 30 çıx x yaranır. Bu da burada üstəgəl olur. Bu dəfə tam tərsinə olur. 5 -6 olur. Ona görə biz bunu tapmaca kimi bəzən deyirlər ki, bax görürsən 35 vur 6-dır. Kiçik çıxma olsa 5-i götürür cavaba yaz. Toplama olsa 6-nı götürür cavaba yaz. Amma heç kim bilmir ki, nə üçün, hardan gəlir? Hardan gəldiyini bilməyən də o da maraqsız olur. Deməli, indiki halda təbii ki, kökün cavabı -5-i verməyəcək. Onda cavabımız 6-nı vermiş oldu. Yəni 30 olmasın, özünüzdən 7 vur 8, 56 götürün qoyun və yaxud 8 vur 9, 72 qoyun. Yəni adətən belə misallar. Əgər başqa ədəd olsa, yəni ardıcı gəlməyən ədədlər olsa, diskriminantla müsbət kökü tapıb cavabı götürəcəksiniz. Bu təkcə toplama və çıxmaya aid deyil. Əgər vurmaya aid də olsa, eyni qaydanı tətbiq edəcəksiniz. Oldu mu? Eyni qaydanı. Bir də şeylərlə bağlı, eyni qayda deyəndə, məsəl üçün, belə təsəvvür edəndə, məsələn, tutaq ki, məsələn deyək, 12 vurulsun, kök altında 12 vurulsun, kök, hamısı bir-birinin altındadır, iç-içə gedir. Yəni, bu formada davam edir. Məsələn, bunu deyir tap. Mən buna x qoyuram və buradan bir dənəsini saxlayıram. Yenə də həmin şey olduğuna görə buna təzədən x qoyuram. Və bundan sonra kvadrata yüksəldəndə 12x bərabərdir x kvadrat alıram. Hər tərəfi x-a bölsəm, x sıfırdan zaten x sıfır ola bilməz, sıfırdan fərqlidir, amma x-a bölürəm. 12 bölünsün x alıram və buradan da cavabı tapmış oluram. Belə çıxır ki, bir dəqiqə baxır görüm, mən səhv elədimsə, yox, səhv eləmədim də. 12x bərabərdir x kvadratı, x-a böldüm, x bərabərdir 12 aldım. Belə çıxır ki, hasil zamanı belə özünü ala bilərik. Bunları indi düsturlar şəklində bəzən kitablarda, müəyyən qayda kitablarında düsturlar formasında verirlər. Amma yəni mən düstur formasında əzbərləməyi çox tərəfdarı deyiləm də, hamısını, hər şeyi düstura salıb, düstura əzbərləmək istəmirəm. Bunu da belə biləsiniz. Sonra bir dənə də bir şey deyəcəydim. Bölmə zamanı da eyni qayda keçərli olacaq. Yəni birini saxla, digərini götür. Aydındırmı? Kiminsə sualı varsa deyə bilər, yəni başa düşmədiyi bir məqam, yer varsa deyə bilər. Bir də dərəcəsindən də asılıdır. Məsələn, tutaq ki, məsələn, bu n-ci dərəcədən, indi dərəcəni verək, məsələn, tutaq ki, məsələn, 3-cü dərəcə olsun. 3-cü dərəcədən olsa cavab yenə 12-dir. Baxın, 3-cü dərəcə olsa, mən bunu kuba yüksəltməliyəm. Baxın, kuba yüksəldəndə, burada 12x alınır, burada kub alınır. Fikir versəz, nə baş verir? X kvadratı bərabər 2. Onda x kvadrat kökətdən 12. Bəli, kökət. Yəni ki, dərəcə bir vaid azalır. İndi bunun hamısı düstur tətbiq eləmək olar. Məsəl üçün, deyə bilərsiniz, n-ci dərəcədən olsa, siz cavabı n-1-ci dərəcədən götürün. İndi bunları əzbərləyib yadda saxlamaq və yaxud çox istifadə olunanda deyirsən ki, mən bunu bilirəm, belə yazın, tapacaqsan. Yəni, tutaq ki, uşaq bacarmır bunu, məsələn deyək də, elə onu tapmaca kimi öyrədirsən ki, bunu belə eləsən belədir. Yəni, 3 nöqtəli misallarda bu formada yazmağınız məsləhətdir.
Bir də əvəz etmə. Məsəl üçün, tutaq ki, kök adda x var misalın içində. Misalın içində x-dan söhbət gedir, x kvadratından söhbət gedir. Məsəl üçün, nələrsə yazılıb məxrəzlə, sürətdə. Biz kök adda x-a bir t desək, təbii ki, x-imiz t kvadrat olacaq. X kvadratımız t üstü 4 olacaq. Bu t üstü 4-dən qorxmuyor. Niyə qorxmuyor? Çünki yuxarıda tutaq ki, t üstü 4 almışıq, t kvadrat almışıq, nə bilim, çıx t almışıq, belə bir şeylər almışıqsa, t-ni mörtəzə xaricinə çıxardanda bizə məlum olan nələrsə və yaxud məxrəcdə də elə bir şey olacaq ki, biz onların ixtisar getdiyini görəcəyik. İxtisar getdiyini görəcəyik. Bax, ona görə də bəzi mürəkkəb misallarda, məsələn, topluda da var bu. Məsəl üçün, biri var ki, uzun yolla yazasan, biri var çox qısa şəkildə, yəni əvəz etməklə yazarsan.